bu söz elə bir şəxsin dilindən çıxır. Məzlumdur, məhrumdur, əlindən haqqı, hüquqları alınıb, təklənib, tənha qalıb, xəyanətə uğrayıb. Allahı necə tanıyıb, necə görüb ki, bütün bu aləm onun gözündə heçdir. Bu sözdə bilirsiniz nə qədər böyük məna yatır, böyük təfsir yatır. İmam Hüseyin əleyhissalamın bütün müsibətlərinin sirri bu kiçik duasında, kiçik kəlməsində gizlənir. İlahi, məzə vəcədə mən fəqədək və məlləzi fəqədə mən vəcədək. İlahi, kim ki səni tapıb nəyi itirib, kim ki səni itirib onda nəyi var onun, nə tapıb onda o? Sənsiz bu aləmdə kim yaşaya fəqirdir?